Deməli, 3 sual. Nə yaxşıdır? Eynək taxmağa, kontakt linza taxmağa, yaxud əməliyyat olunmağa. Deməli, bir şey bilməliyik ki, biz çox vaxt eynək taxırıq. Və eynək taxmaq istəməyən insanların seçimləri var. O olacaq ya kontakt linza, ya lastik əməliyyatı. Amma siz özünüz eynəkdən narazı olmalısınız, xoşunuza gəlməli deyil. Əgər siz eynəkdən razısınız, deyirsiniz ki, mənim xoşuma gəlir, mən taxmaq istəyirəm, əlbəttə ki, siz nə əməliyyat olunmalısınız, nə də kontakt linza taxmalısınız. Amma əgər sizin peşəniz, ya ümumiyyətcə eynək xoşunuza gəlmirsə, əlavə bir aksesuardır, özümüzlə daşımalıyıq. Onsuz da bu, indi telefonlar var, çanta var, əlavə də eynək taxım, yadımdan çıxır, kimsə oturub sındırır. Əlbəttə ki, onda başqa bir şey eləyə bilərsiniz. O da qalır kontakt linza, yaxud da əməliyyat. Hətta tam ki, eynək taxıram, amma eynəyi mənfi 10-dur, mənfi 15-dir. Əlbəttə ki, bu eynəklə taxmaq da çətindir. Çünki onun arxasında gözlər də balaca olur, ya çox böyük olur. Bax, bu eynək müsbətdir, mənfidir. Bu da bir göstərişli kosmetik cəhətdən. Deməli, əgər siz dediniz ki, mən eynək taxmaq istəmirəm. Kontakt linza bir seçimdir. Kontakt linza taxa bilərsiniz, amma onu məsləhətdir ki, səhər taxıb, axşam çıxardasınız. Çünki bu bizim gözümüz evolyusiya zamanı, ya Allah Taala gözümüzü onun üçün fikirləşməyib ki, biz onun üstündən hansı bir salafan plyonka taxaq, onunla gəzək. Çünki göz bədəndə ən həssas bir orqanlardan biridir. Və onun bir mənfi cəhəti də var, siz onu hər dəfə səhər taxıb, axşam çıxarmaqda əliniz çox təmiz olmalıdır və mikrob düşməli deyil ora. Mikrob düşsə, onda başqa bir problemlər əmələ gəlir və onlar biraz kəskin olur. O linzalarda dənizə girmək və hovuza girmək yaxşı bir məsləhət, yaxşı bir fikir deyil. Amma yenə də taxa bilərsiniz. Əgər təmizkarsınızsa, vaxtından taxıb çıxardırsınızsa, onda əlbəttə ki, onun əks göstərişi olmaz. Yaxşı, o ki qaldı. Siz insan deyir ki, yox, mən artıq eynəkdən azad olmaq istəyirəm, linza taxmaq istəmirəm, çünki ömür boyu onu tax, çıxart. Onda siz əməliyyat oluna bilərsiniz, lastiklə ya başqa bir üsulla. O da nədən ibarətdir? Siz gedəcəksiniz həkimin yanına, həkim deyəcəksə olar ya olmaz. Yəni ki, buynuz qışada bir xəstəlik yoxdur və onun qalınlığı yaxşıdır ki, əməliyyat olunasınız. Onda 3, 15, 20 saniyə ərzində baxır nə qədər sizdə mənfiliyə müsbət var. Eynəkdən azad olacaqsınız və görməniz yaxşı olacaq. Amma bir şey sizə deyim, mütləq və mütləq siz gərək həkiminizlə danışasınız, dəyərmi eynək taxmağa, ya linza taxmağa, ya lastik olunmağa. Çünki hər birin öz mənfi cəhəti var. Həkimlə danışında həkim sizə deyəcək, bu üçündən hansı daha məsləhətdir? Həyat tərzinizə əsaslanıb, sizin nə qədər siz, belə deyim də, ciddi adamsınız. Çünki kontakt linza taxanlar gərək çox ciddi olsun. Dediyim kimi, vaxtı-vaxtı taxıb çıxarsınlar və təmiz saxlasınlar onu. Bax, bunu hamısını sizə həkim deyəcək. Onun üçün bir həkim seçin özünüz üçün və bütün bu sualları verin ona və əksər hallarda əlbəttə ki, eynəkdən elə linzadan azad olmaq daha məsləhətdir. Çünki hətta maddi cəhətdən əməliyyat erkən mərhələdə ən bahalı çıxır. Amma illər getdikcə siz görəcəksiniz ki, 10 qat, 15 qat daha ucuz olur, yəni ki, eynək taxmağa və kontakt linza taxmağa. Çünki bir əməliyyatla canınız qurtarır və hər il siz dəyişməli deyilsiniz, bir neçə linza, bir neçə eynək taxmalı deyilsiniz. Oldu, çox sağ olun.